Salam, hər vaxtınız xeyir. Bugün sizlə Güvən 8-ci sınaq 11-ci sinif 1-ci qrup fizika suallarının izahlarına baxırıq. Deməli, 31-ci sualımız qızılın ərimə istiliyinin onun kütləsinin asılılıq qrafikini soruşur bizdən. Qızılın ərimə istiliyinin üstürü Q bərabərdir. Lambda M-dir. Lambda burada qızılın xüsusi ərimə istiliyidir və maddenin növündən asılı, bunlardan asılı olan mükəmmiyyət deyil. Q ilə M arasındakı mütənasibliyə əmsalı olduğundan Q ilə M düz mütənasib olmuş olur. Yəni cavab C variantı. Növbəti sualımız 32-ci sual deyir ki, nüvəsində 5 proton, 6 neytron və elektron təbəqəsində 2 elektron olan ionun yükünü hesablayın. Bilirik ki, bor atomun 5 protonu varsa 5 dənə də elektron olmalıdır. Neytron yüksüzdür, onsuz da yükünə təsir eləmir. İndi 2 elektron olubsa, demək ki 3 elektron itirib və ionun yükü Q bərabərdir. İtirdiyi elektronların sayı vurulsun elementar yük elektronun yükü. Əgər itiribsə özü müsbətdir, qəbul etsəydi mənfi olmuş olacaqdı. Bu da bərabərdir. 3'ünü itirib, 3 elektron itirib vurulsun 1.6 vurulsun 10 üstü mənfi 19. Bu da bərabərdir. 10 üstü mənfi 19. Yəni cavabımız B variantı. Növbəti sualımız deyir ki, tutumu 6 mikrofarad olan kondensatorun lövhələr arasındakı gərginliyi hesablayın. Görürük ki, kondensatorlarımız arıcıl birləşib. Arıcılda yüklər eyni olur və gərginlik U bərabərdir. Q böl S yazsaq, Q'lər eyni olduğuna görə U ilə S tərs mütənasib olur. Yəni mən 12 mikrofarada gərginlik olaraq U yazsam, 6 mikrofarad 2 U olmuş olacaq. Onda ümumi gərginlik arıcılda toplanır 3 U. Bu da bərabərdir 24 voltdursa U'ya düşəcək 8 volt, 2 U'ya düşəcək 16 volt. Yəni cavabımız C variantı. Növbəti sualımız verilmiş müstəviq kondensatorun tutumunun onun enerjisinin asılı qrafiki. Bilirik ki, tutum S bərabərdir epsilon 0 S böl D. Yəni bu kəmiyyətlərdən asılıdır. Bunlardan başqa heç nədən asılı olmayacaq. Yəni A variantı. 35-ci sualda deməlidir ki, cərəyan şiddətini təyin edin. Q'nun T'dən asılı qrafikini verib. I bərabərdir Q bölünsün T'dir. Bu da bərabərdir 8 kulondur 4 saniyədir. Bu da eləyir elə 2 amper. Yəni cavabımız B variantı olmuş olacaq. 36-cı sualda verilmiş misnaqın uzunluğunu 2 dəfə azaltdıqda onun müqaviməti və xüsusi müqavimət necə dəyişir? Xüsusi müqavimət yalnız metalın növündən və temperaturundan asılıdır. Müqavimət isə R bərabərdir Rho L böl S. Yəni xüsusi müqavimət növün temperaturunu göstərir. S enkəsin sahəsi uzunluğu 2 dəfə azaldanda uzunluğu ilə düz mütənasib olmuş olacaq. Müqavimət də 2 dəfə azalar. Yəni müqavimət 2 dəfə azalar. Xüsusi müqavimət dəyişməz. Cavabımız Y variantı. Növbəti sualımızda maqnit sahəsi verib, yüklü zərərçilər verib qüvvələri müqayisə etməyimizi istəyir. Bizdən bilirik ki, Lorentz qüvvəsinin düsturu F Lorentz bərabərdir Q V B sinus alfadır. Baxan kimi görürük ki, 3-cü zərrəcik bir cism maqnit sahəsinə paralel olduğuna görə sinus alfa 0, F Lorentz 0 olmuş olacaq. 3 0'dır. 1 perpendikulyar daxil olub sinus alfası 1'dir. 2 perpendikulyar daxil olub sinus alfası 1'dir. Və 3'ü də proton olduğuna görə Q'ləri eyni, V'ləri eyni, B'ləri eyni. 1 ilə 2'nin sinus alfaları da 1 olduqlarına görə Lorenzlər də bərabər olacaq. Yəni F1 F2'ye bərabər olacaq. F3 də 0 olacaq. F1 F2'ye bərabər, F3 0. Yəni cavabımız Y variantı olmuş olur. Növbəti sualımız V1 bölünsün amper. V1 düstur olaraq yazsaq fi
bölünsün I. Bize verir L. Yani induktivliği. Henry'ni vahid olarak. Yani cevabımız Y variantı. Növbəti 39-cu sualda Q'nun tənliyini verib Q bərabər 5'dir. Yəni Q bərabərdir I T'dir. Yəni i'miz bizim olacaq 5. Mal esasının enerjisini verip fi'ni de soruşur. Seli soruşur. V beraberdir. Fi i bölü 2 düsturun yazsaq. 40 vur 10 üstü mənfi 3 beraberdir. Fi'ni tapacağıq. İ'miz 5 bölünsün 2. Olacaq 80 vur 10 üstü mənfi 3 beraberdir 5 fi'ye. Fi de beraber 80'i 5'e bölündü 16 10 üstü mənfi 3 16 deməli burada xırda bir diqqətsizlik elədik. İ'mizin vahidinə baxmadıq. Q milli kulondan veribsə i də milli olacaq 5 milli 5 vur 10 üstü mənfi 3 ve hesablamamızda 5 vur 10 üstü mənfi 3 yazsaq. Burada mənfi 3 yazsaq. Mənfi 3'lər gedir. 80'i de 16'ya böləndə 80'i de 5'e böləndə 16 düşmüş olur. 16 V1. Cevabımız D variantı. Deməli elektromanyetik əkslərində yükün törəməsi bizə cərəyan şiddətini verdi və İM bərabərdir QM omega diye bir düsturumuz vardı. Buradan QM'i tapanda İM bölünsün omega. Bu da beraber İM bölünsün 2 pi nü olacaq. Cevabımız Y variantı. İşareti işaretle verilmiş cihazlar Venn diagramını tamamlamak lazımdır. Görürük ki birinci cihazımız yarım keçirici diyottu. İkinci cihazımız vakum diyodudur. Vakum diyodu 1 gelir bura. Yarım keçirici diyot 2 gelir bura. İş prensibi P'nin keçirici yarım keçirici diyotda. 3'te gidecek bura. 4'dən bir istiqamətli cərəyan keçməsini təmin edir. İkisi də dəyişən cərəyanı düzləndirmək üçün 4'də getdi ortalığa. Yəni 2 3 1 4. Cevabımız C variantı olmuş olur. Deməli növbəti sualımız 42-ci sual. Başlanğıc koordinatı mənfi 20 verib, son koordinatı 80 verib. Bizim yer dəyişməmiz düz xəttlə hərəkət edir. 100 metrdir. T'miz 20'dir. S'i de x-2 sıfırdan tapdık da. Gəlib M nöqtəsində dayanıb deyir. V'miz 0'dır. K nöqtəsindən keçən, yəni K nöqtəsi üçün sürəti soruşur. O da bizim hərəkətimizin başlanğıc sürəti olacaq. V0 soruşur bizdən. Yer dəyişmənin tənliyin yazını 3 dənə tənliyin əzbər öyrənirdik onsuz da. S beraberdir V ile V0 olan üstü V plus V0 bölü 2 vırt eden diye tənliyimiz var. X-da bu X oxuna nəzərən. Deməli 100 bərabərdir V0 vurulsun 20 zamanımız bölünsün 2. 200 bərabərdir 20 ve 0'a ve 0 da beraber 10. Cevabımız C variantı. Deməli növbəti sualımızda deyir ki V2 bərabərdir 3 V1'dir. V2'nin ikinci çevrədə hərəkət edən bura radiusu R2'ni 3 dama götürsək R2 bərabər 3 birincində də R1 bərabər 2 götürsək omegaları soruşur bizdən. Onda V'nin omega ilə düsturunu yazarıq. V2'nin yerine yazarıq omega 2 R2. Bunu aşağıdan yazaq. Deməli V2 bərabərdir
3V1 V2'nin yerine yazırıq. Omega 2 R2 bərabərdir. 3 dənə omega 1 R1. Omega 2'miz istəyir bizdən vurulsun. R2'nin yerine 3 yazsaq bərabər 3 dənə omega 1 vurulsun. R1'in de yerine yazırıq 2. Buradan da 3'ler ixtisar getsə omega 2 bərabərdir. 2 dənə omega 1. Omega 1 olmuş olacaq. Yəni omega 2'nin omega 1'ə nisbəti 2. D variantı. Deməli, növbəti sualımızda deyir ki, şaquli yukarı üçün maksimal qalxma öndürülüğünün başlanğıc sürətinə asılı qrafiki h bərabərdir. Düsturu yazsaq V0'ın kvadratı bölünsün 2J'dir. Yəni h V0'dan kvadratik asılı olmuş olur. Növbəti sual F verib 12 Newton'un dartı qüvvəsin. Burada bir üçlü sürtünmə qüvvəmiz var. Səthdə hərəkətin əksinə F sürtünmədir. Əvəzləyici qüvvəni tapanda F əvəzləyici bərabərdir. F dartı minus F sürtünmə. F əvəzləyicimiz M-adır. Bərabər F dartımız 12 minus F sürtünmə. Verində tənliyin bilirik ki V bərabər V0 plus AT'dir. Yəni A'mız 0.4'dür. Olacaq 5 vur 0.4 bərabərdir 12 minus F sürtünmə. 5'i 0.4'e vuranda 2, 12'den de 2 çıxanda F sürtünmə bərabərdir 10 Newton qalmış olur. Mail müstəvidə deməli cismi aşağı çəkən qüvvə bilirik ki MG'nin sinüs alfasıdır. Və indi bu cisim burada tarazlıqda dayanıb sürtünmə qüvvəsi ümumi verib 0, yəni sürtünmə qüvvəsi 0'dır. Onsuz da tarazlıqda da sürtünmə qüvvəsi olmayacaq. Elastiklik qüvvəsi də əvvəlki vəziyyətə qaytarmağa çalışan qüvvədir və mg sinüs alfaya bərabər olacaq. Onda bu da bərabərdir. M 0.6 J 10 sinüs alfamız. Sinüs alfanı verib 0.6 birbaşa. 6 6 36 3.6 olmuş olacaq cavab. 47-ci sualımızda deyir, link tarazlıqdadır. Gərilmə qüvvəsini verib 600 Newton'dur. F1 qüvvəsinin qiymətini soruşur bizdən. Bilirik ki, linkin fırlanma nöqtəsi bu gərilmə nöqtəsi, gərilmə qüvvəsi bağlandığı nöqtədən bu nöqtə ətrafında fırlanacaq. Fırlanma oxumuz buradır. O nöqtəsi desək. Onda F1'in qolu. Fırlanma hərəkətinin tarazlıq şərtini yazsaq. Fırlanma hərəkətinin tarazlıq şərti yazsaq. F1 vurulsun 2 bərabərdir. F2 vurulsun 4. Onda buradan F1 bərabərdir 2 dənə F2 alırıq. F2 nə əvəzləsə F2 bərabərdir. F1'i soruşur çünki bizdən F1 bölünsün 2. İndi gərilmə qüvvəsi fırlanmada iştirak etmir. Link tarazlıqdasa bir də bunun üçün irəliləmə hərəkətinin tarazlıq şərtini yazırıq. İrəliləmə hərəkətinin tarazlıq şərti. Yuxarı çəkən qüvvələr aşağı çəkən qüvvələri tarazlaşdırmalıdır. Yəni T bərabər olmalıdır F1 plus F2. İndi T'miz 600'dür bərabərdir. F1 plus F2'nin yerine F1 bölü 2 yazdıq. Yəni 1.5 F1. F1 də bərabər olacaq 400 Newton. Yəni cavabımız D variantı. Deməli, növbəti sualımızda deyir ki, faydalı şəmsal 40%'dir. Tam gücün verib. Onda faydalı şəmsalın düsturu olacaq. Eta bərabərdir. Faydalı gücü P hərfinə yazsaq P tam vurulsun 100%. Deməli 40%'dirsə olacaq P faydalı bölünsün P tam bərabərdir 0.4'e. P faydalı da bərabər olacaq 8/4'ün 3.2. İndi bizdən deyir ki 10 saniyə ərzində faydalı işini hesablayın. İş də bərabər A bərabər olacaq. Güc 3.2. Vahidin yazmamışdıq. Kilovatdır. Yəni elə işi də onsuz da kilojoul'la istəyir. 3.2 vurulsun 10. Bu da bərabərdir 32 kilojoule. Yəni cavabımız olacaq B variantı. Növbəti sualımız əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjiden asılılığını soruşur. Əvəzləyici qüvvənin işi haqqında, kinetik enerji haqqında teorem demişik ki, əvəzləyici qüvvənin işi
A beraberdir kinetik enerji müsbət dəyişməsinə bərabər, yəni Y kinetik minus Y kinetik 0. Y kinetik 0 da veya 0 da bize 0 veribsə Y kinetik 0 0 olacaq. A bərabər Y kinetik, yəni cavabımız olacaq A variantı. Deməli, növbəti sualımız deyir ki, başlanğıcda daxil enerjisini verib, U0 verib 10 kilojoldur. Xarici qüvvənin işinin A-nı verib 2 kilojoldur. Porsiyonun sonunda qazın daxil enerjisini hesablayın. Q 0'dır. Bizim düsturumuz deməli Q delta bərabərdir. Delta bərabərdir. Üzr istəyirəm. Delta U bərabərdir. Q plus A. İndi Q sıfırdırsa delta U bərabər olacaq A-ya. U minus U0 bərabərdir A-ya. U minus 10 bərabərdir 2'ye. U da bərabərdir 12 kilojol. Yəni cavabımız Y variantı. Deməli, növbəti sualımız 51-ci sual deyir ki, suda üzən 6 kiloqram kütləlisin. Üzən deyirsə, bilirik ki, aşağı çəkən mg, yuxarı çəkən Arximet qüvvəsi bir-birini tarazlaşdırıb bərabərdir. F Arximeti mg bərabərsə Arximetimiz olacaq 60 Newton. Əvəzləyici qüvvədə qüvvələr bir-birini tarazlaşdırıb cisim dayanıb üzür. Əvəzləyici qüvvədə 0. Əvəzləyici 0, F Arximet 60. Yəni cavabımız B variantı. Nisbi rütbətin düsturu fi bərabərdir. Olacaq rho bölünsün rho 0. Vur 100%. Deməli, fiimiz 40%'dir. Rho'nu verib 12'dir. Rho 0'ı soruşur. Vurulsun 100. Bu da olur. 40 rho 0 bərabərdir. Bu sıfırlar buradan 1'i geçsə, 12 ilə də 4 geçsə, 3 qalsa, rho 0 bərabər olacaq 30'a. Yəni cavabımız C variantı. Deməli, 53-cü sualda deyir ki, bir tam rəqs ərzində getdiyi yolu hesablayın deyir rəqqasın. Görürük ki, rəqsin amplitudu 20, 35, xm 15 santimetrdir. Bir tam dövrdə də 4 tane amplitud yol getdiyinə görə 4 xm yol getdiyinə görə 4 vur 15 60 santimetr olacaq cavabımız. Deməli, növbəti sualımız 54-cü sual deyir ki, birinci elektrik sahəsi. Birinci elektrik sahəsi deyən kimi deyirik ki, intensivliklər eynidir, bərabərdir. Qüvvələr F də bərabərdir Q, Y'dir. Y'lər eynidir. İkincinin Q'su böyük olduğuna göre F'i de böyük olmuş olur. Bir de 1 olacaq. 1, 5. Deməli, növbəti sualımızda açar sözləri tamamlamamızı istəyir. Sabit həcmdə ideal qazın halının dəyişməsi prosesi sabit həcmdə izoxor prosesi olacaq. Sabit temperaturda ideal qazın halının izotermik olacaq. 1. İzoxor prosesdə verilmiş kütləli ideal qazın təzyiqi ilə temperaturu PV bərabər M bölü MRT-dən bilirik ki, P ilə T düz mütənasibdir. İzotermik prosesdə verilmiş də ideal qazın təzyiqi və həcmi tərs mütənasib olmuş olur. Bu da olacaq 4. 1. Deməli, cavabımız oldu ardıcıllığımız 2. 1, 3, 4. Tənlikdə PV bərabərdir. M böl M RT-dən görə bilirik. Düz mütənasib, tərs mütənasiblik. Növbəti sualımızda əvəzləyici qüvvəni tapmamızı istəyir. Deməli, F1'i verib bizə 12 Newtondur. F2'ni verib bizə 9 Newtondur. F3'ü verib bizə 4 Newtondur. 4'ü də verib 3 Newtondur. 4 qüvvənin əvəzləyicisini 2-2 baxsaq, birinci 1 ilə 3'ün əvəzləyicisi 8 Newtondan 1 istiqamətində, böyük qüvvə istiqamətində. Sonra 2 ilə 4'ün də əvəzləyicisi 2 istiqamətində olacaq, böyük qüvvə istiqamətində 9, 3, 6. 6 ilə 8 perpendikular yönəldiyinə görə əvəzləyici qüvvə əmələ gətirdiyi düz bucaqlının diaqonalı və qiymət olaraq da kök altında 8'in kvadratı plus 6'nın kvadratı. Bundan da 10 çıxır. Yəni F əvəzləyicimiz bərabər olur. Kök altında F 1, 2'nin, yəni 1 ilə 2'nin əvəzləyicisinin kvadratı üstə gəlinsin F 1, 2'nin yox, 1, 3'ün. Burada olacaq. 2, 4 də burada olacaq. Bu da beraber kök altı 8'in kvadratı plus 6'nın kvadratı.
Bundan da 10 çıxır. Növbəti sualımız 57-ci sualda deyir ki, rezistor və termistoru qızdırsaq sabit gərginlik mənbəyinə qoşulub aşağıdakı uyğunlaşmanı aparmamızı istəyir. Deməli, rezistor bilirik ki, metaldır. Qızdırdıqda temperaturu artıranda R bərabər R0 vurulsun 1 plus alfa T ilə bilirik ki, R ilə T düz mütənasibdir. Qızdıranda müqaviməti artır. Termistor yarım keçiricidir. Yarım keçiricini qızdıranda R, T azalır. İndi bizdən soruşur. Birinci voltmetrin göstərişi. Müqavimətləri demiş olsa, rezistorun müqaviməti dedik ki, gedəcək artara. 1'ə getdi B. Termistorun müqaviməti bilirik ki, gedəcək azalara. 2'ə getdi C. A1 ampermetrin göstərişi. A1 bərabərdir. Paraleldir. U'lar eynidir. Sabitdir. Onsuz da U bölünsün RT olduğuna göre. RT azaldığına göre A1 artacaq. D gedəcək bura. İkinci ampermetr R bərabər I bərabərdir. U bölünsün rezistora qoşulub. Rezistorun müqaviməti artdığına göre İ'si azalmış olacaq. Yəni A2 ampermetrin göstərişi gedir azalara. Y gedir bura. Və ümumi voltmetr. Voltmetrdə dövrədəki ümumi gərginliyi ölçür. Ümumi gərginliyi sabit verib. Bu da gedəcək dəyişməz. A da getdi bura. 1'ə B'də, 2'ə C, Y, 3'ə də A.